Ölkə gündəmi ilə davam edirik. Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən 15 erməni vətəndaşının məhkəməsi davam edir. Cinayət işi üzrə zərər çəkənlər və onların nümayəndələri ifadə verirlər. Əməkdaşımız Südabə Cahangirli hazırda Bakı məhkəmə kompleksindədir. Son məlumatları birbaşa bağlantıda o bizə çatdıracaq. Buyurun Südabə, söz sizdədir. Efirdə siz eşidirik. Sabahınız xeyirli olsun. Ruben Vardanyan bugün də məhkəmə qarşısındadır. Bir neçə dəqiqədən sonra onun barəsində açılmış cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesi Bakı məhkəmə kompleksində hərbi məhkəmənin hakimlərindən ibarət heyətdə davam edəcək. İlkin məlumatlar ondan ibarətdir ki, təqsirləndirilən şəxs Ruben Vardanyan bir neçə dəqiqə bundan əvvəl prosesin keçirildiyi Bakı məhkəmə kompleksinin inzibati binasına gətirildi. Onun hüquqlarını müdafiə edən vəkili də artıq buradadır, məhkəmə salonundadır. Görüntülərdən də göründüyü kimi bugünkü iclasda da çox saylı zərər çəkmişlər və zərər çəkmişlərin hüquqi varisləri iştirak edəcəklər. Tədricən onların qeydiyyatı aparılır və onlar prosesin keçirildiyi Bakı məhkəmə kompleksinin inzibati binasına tədricən daxil olurlar və görüntülərdən də demək olar ki, bugünkü iclasda da zərər çəkmişlər və zərər çəkmişlərin hüquqi varisləri ifadə verəcəklər. Ruben Vardanyan isə hələ ki məhkəmədə ifadə verməkdən imtina edir, amma buna baxmayaraq demək olar ki, bütün məhkəmə prosesinin iclaslarında müxtəlif vəsadətlərlə çıxış edir və onun vəsadətlərinin də qanun hüquq çərçivəsində olan vəsadətləri də təmin olunur. Açıq keçirilir məhkəmə prosesi. Qeyd edək ki, Ruben Vardanyan Azərbaycana və xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirli bilinir. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, muzluluq və digər maddələri ilə ittihamlar irəli sürülür. Media nümayəndələri də prosesdə iştirak edir və biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatları tamaşaçıların diqqətinə çatdırmağa çalışacaq deyərək sözü yenidən mərkəzə, studiya ötürülük. Təşəkkür edirik Südabə, siz ətraflı məlumatlara görə.